Mən deyərdim, Rusiyanın bu günləri mediası, istər sosial şəbəkələri və s. çoxsu bir çox hallarda Dövlət Dumasında oturan bəzi belə deyək, anti-Azərbaycan meyilli, ruhlu deyək, şovinist xarakterli şəxslər tərəfindən həm də belə deyək, ruhlandırılır, gücləndirilir bunlar. Misal üçün elə Dövlət Dumasının nümayəndəsi Zatulinin çıxışına bir diqqəti yetirmək istərdim. Bu yaxınlarda o hətta bizim bu tərəfdaşlıq bəyannaməsi ilə də bağlı bir fikir bildirmişdi ki, tərəfdaşlıq bəyannaməsi deyilən bir şey yoxdur ortada. Özü yəni bunu açıq şəkildə bildirmişdi. Əgər yoxdursa, bunun yox olma səbəbkarını göstərmək lazımdır birinci növbədə. Hörmətli Zatulin bildirsin ki, əgər Azərbaycan bunu pozubsa və bunu yox edibsə, o zaman faktı göstərsin ki, Azərbaycan hansı addımları ilə, Rusiyaya qarşı hansı atdığı bu addımlarla bunu yox edib. Və yaxud da ki, Rusiya bu günə qədər Azərbaycana hansı töhfələri verib dırnaq arasında, nə edib Azərbaycana qarşı və hansı bəndləri kobud şəkildə bu gün pozub. Yəni, Rusiya tərəfi bir tərəfli danışır bu günləri və təbii ki, bundan da təsirlənən media subyektləri vardır ki, bugün onlardan tezislər alır, onların tezisləri ilə idarə edir və manipulyasiya edir. Eyni zamanda ən təhlükəsi də elə Rusiyanın kiber hücumlarıdır. Bu günləri saxta xəbərlərin belə deyək, istehsalı çox güclü şəkildə bu gün davam edir Rusiyada, Azərbaycana qarşı yönəldilmiş, hətta öz soydaşlarımızın adından, belə rəsmi dairələrin adından da xüsusi olaraq belə deyək, yalançı fake xəbərlər tirajlanır. Bu dezinformasiyalar əlbəttə tərəflər arasında məhz elə belə deyək, konflikti, belə deyək, gərginliyi süni şəkildə formalaşdırmağın bir bariz nümunəsidir. Yəni xanım Zaxarova bunu deyir ki, onu qızışdırmaq istəyənlər, əllərinə sürtüb qızışdırmaq istəyənlərin əlləri yanacaq. Əslində bunu elə məhz elə Zaxarova bunu öz daxilində görməlidir. Rusiyanın içərisində bunu görməlidirlər ki, bunu edənlər, bunu qızışdıranlar kimlərdir? Əgər Rusiya bunu dayandırarsa, Rusiya gözü hər yerdə var. Rusiyanın ərazisinə baxın, görün, bir ucu harda, bir ucu harda bitir. Yəni, harda başlayır, harda bitir. Yəni, əgər nəzarəti qoya bilərsə bunların üzərində, həmin mediaları sustura biləcəksə, təbii ki, bu problem olmayacaq. Azərbaycanın Rusiya ilə heç bir zaman işi olmayıb və olmaq da fikri də yoxdur bununla bağlı.